Deməli, faiz nisbət tənasüb mövzusunda 22-ci testin izahına baxaq. Tənasübün orta hədlərinin cəmi 11, kənar hədlərinin hasili 6 olarsa, bu tənasübün orta hədlərinin kvadratları cəmini tapın. Mən bura adi bir tənasüb yazıram. Siz başqa hərflərdən də istifadə edə bilərsiniz. Məsələn, mən yazıram x bölünsün y bərabərdir m bölünsün n-ə. Tənasübün əsas xassəsi nə? Tənasübün əsas xassəsi bilirik ki, y-in y-ə hasili, yəni orta hədlərin hasili x-ın n-ə hasilinə bərabərdir. Yəni kənar hədlərin hasilinə bərabərdir. Bizə də test tapşırığında deyir ki, kənar hədlərin hasili 6-dır. Yəni m və x-in hasili 6-dır. M və x-in hasili 6 olduğuna görə biz bilirik ki, orta hədlərdə kənar hədlərin hasili bir-birinə bərabərdir. Deməli, kənar hədlərin də hasili 6 olarsa, deməli, orta hədlərin də hasili 6 götürə bilərik. Bizdən nə soruşur? Deyir ki, bu tənasübün orta hədlərinin kvadratları cəmini tap. Yəni, y-in kvadratı ilə m-in kvadratı cəmini tap. Bunu tapmaq üçün biz hazır düsturdan istifadə edə bilərik və yaxud da biz iki ifadənin cəminin kvadratı düsturundan da istifadə edə bilərik. Belə deyək də, y-in kvadratı üstəgəl m-in kvadratı bərabərdir hazır düstur kimi götürsək, y üstəgəl m-in kvadratı minus 2y-m. Bundan istifadə edə bilərik. Biz burada bizə axı çalışmamızda verir, baxın, tənasübün orta hədlərinin cəmi, yəni y üstəgəl m-in cəmi 11-ə bərabərdir. Onda biz gətirib burada yerinə qoysaq, y üstəgəl m-in kvadratı, yəni 11-in kvadratı bərabərdir. Y-mi də verib. Y-mi də biz özümüz tapırıq. Yəni, kənar hədlərin hasili 6-dırsa, orta hədlərin də hasili 6-dır. Çıxılsın. Orta hədlərin hasili 6 olduğuna görə bunun ikimisini çıxaracaq. 2 vurulsun 6. Bərabər olacaq. 121 çıxılsın 12-yə. Bərabərdir. Cavabımız olacaq neçə? 109. 23-cü test tapşırığı da eyni bu qayda ilə həll olunur. Dərslərimizə qoşulmaq üçün 050 342 04 81 nömrəsinə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. 5-11-ci siniflərdə riyaziyyat hazırlığı keçilir. Ətraflı məlumat üçün dediyim nömrədə 050 342 04 81 nömrəsi ilə əlaqə saxlayın.